Az öncə marketə gedirdim. Marketin ön hissəsində məni evsiz bir adam qarşıladı və məndən onun üçün siqaret almağımı istədi. Adama baxsan 30-40 yaşı var. Adama desən ki, siqaret çəkmək sağlamlığa ziyandır. Adama fayda verməyəcək, deyəcək ki, iş işdən keçib. Cibə baxsan, cibdə pul yoxdur. Neyniyim? Dedim ki, qardaş, mən İngiltərədən gəlmişəm. I don't understand. Don't speaking Poland. Söhbəti fırlatdım. Yəni siz də bu formada əgər darda qalsaz, bu belə bir bənzər vəziyyətdə siz də bu üsulla vəziyyətdən çıxa bilərsiniz. Evsiz insanlara artıq dərəcədə xahiş edirəm, alkoqollu, spirtli, tütün məmulatları fərqi yoxdur. İnsanın sağlamlığına ziyan vuracaq hər hansısa bir maddəni marketdən almayaq. Onlar da bizim kimi insandır. Yaxşılıq eləyirik adı ilə insanların sağlamlığına ziyan vurmayaq.